Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Ərşad müəllim əla bir məlumat hazırlayıb, indi mən onu oxuyacağım. Yol nişanlarını öyrədən rubrikanı Az Parking təqdim edir. Bugünkü rubrikamızda yol nişanlarının tətbiqi barədə bəzi məsələləri diqqətinizə çatdırırıq. Qaydalara əsasən eyni yol sahəsində quraşdırılmış daimi yol nişanlarının tələbləri, habelə yol nişanları ilə digər texniki vasitələrin, yəni xətlərin, svetoforun tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olmamalıdır. Lakin müvəqqəti yol nişanı ilə daimi yol nişanı arasında ziddiyyət və ya uyğunsuzluq mümkündür. Belə halda müvəqqəti nişan üstün götürülür. Ona görə də müvəqqəti yol nişanları yalnız bunlara zərurət olduqda tətbiq edilməli, öz tərtibatı ilə daimi nişanlardan fərqləndirilməli və onlara zərurət aradan qalxdıqdan sonra dərhal yığışdırılmalıdır. Nizamlanan yol ayrıcında ikinci qrupa aid olan, yəni üstünlük nişanları svetofor işlədiyi halda nəzərə alınmır. Digər hər hansı nişanın qüvvəsi başqa texniki vasitənin olması ilə bağlı deyil. Yol nişanlarının əsasən yolun sağ tərəfində quraşdırılması nəzərdə tutulur. Lakin qaydalarda və standartlarda bəzi nişanların yolun solunda quraşdırılması da nəzərdə tutulur. Bəzən yol nişanlarının yolun yalnız sağında quraşdırılması kifayət etmir. Ona görə də bəzi hallarda müəyyən nişanların yolun eyni kəsiyində həm sağda, həm solda, bəzənsə həm də yolun üstündə quraşdırılması nəzərdə tutulur. Məsələn, eyni istiqamətdə hərəkət üçün 2 və daha çox hərəkət zolağı olan yollarda bir sıra yol nişanları mütləq həm sağda, həm də solda, hətta solda mümkün olmadıqda hərəkət hissəsinin üstündə yerləşdirilməlidir. Yol nişanlarının sürücülər tərəfindən asan və vaxtında qavranılması üçün onların sayının da mühüm əhəmiyyəti olduğundan, yolun eyni kəsiyində qüvvəsi eyni istiqamətdə hərəkətdə nəqliyyat vasitələrinə aid olan 3-dən artıq müxtəlif yol nişanının 7-ci qrupa aid olan lövhəciklər istisna olmaqla qurulması qadağan olunmuşdur. Nişanların yaxşı görünməsi və təhlükəyi yaratmaması üçün onların hündürlüyü, hərəkət hissəsindən kənarda olma məsafəsi də qaydalarda nəzərdə tutulur. Yollarda nişanlar yalnız rəsmi dövlət qurumunun, yəni aynanın qərarı ilə quraşdırıla bilər. Yol nişanlarını öyrədən rubrikanı Az Parking təqdim etdi. Evinizin yaxınlığında ödənişsiz park edin. Az Parking tətbiqində fərdi parklanma talonuna indi müraciət edə bilərsiniz. Bunun üçün mobil tətbiqin profil menüsuna keçirsiniz. Orada fərdi parklanma talonu bölməsinə daxil olursunuz. Şəxsiyyət vəsiqəsinin FIN kodun, avtomobilin nömrəsini daxil edərək müraciəti göndərirsiniz. Bu müraciətin təsdiq müddəti 15 iş günüdür. Amma unutmayın ki, müraciət təsdiqlənənə qədər parklanma ödənişlidir.